Sumqayıt şəhər Çelkasi küçəsində güclü yanğın başlayıb. Qeyri-adi yanğın hadisəsi banka istehsalı sexində qeydə alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Yanğına ilkin səbəb kimi sexin içində olan 70 tonluq şənin aşması səbəb göstərilir. Çünki əritmə sexində olan proses məhz yanğınla nəticələnib. Hazırda yanğının söndürülməsi üçün əraziyə 6-dan çox yanğın söndürən avtomobil və xeyli sayda canlı qüvvə cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə saat 06:47 dəqiqədə Sumqayıt şəhəri 76-cı məhəllə Çelkasi küçəsində şüşə məmulatları emalı sexində yanğın baş verməsi haqqında məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvə vasitələri cəlb olunmuş. Hadisə yerində yanğın yerinin kəşfiyyat zamanı məlum olmuşdur ki, sahəsi 2500 kvadrat metr olan şüşə emalı məmulatları sexinin soba ətrafında demək yanğın hadisəsi baş vermiş. Dərhal hadisə yanğın söndürmə işlərinə başlanılmışdır. Yanğın ümumi 2500 kvadrat metr sahəni əhatə edən sexin 200 kvadrat metr sahəsində soba ətrafında olmuşdur. Yanğın söndürülübdür və ətrafda olan digər tikililər və sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur.